Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər başladı. Salam, hər vaxtınız xeyir olsun. Bizi izləyən daimi tamaşaçılarımız. Referans Medical Group'un təqdim etdiyi Anam Bilər verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Bugün mütəxəssislərimizlə bütün valideynləri maraqlandıran mühüm sualların cavabını tapmağa çalışdıq. Hazırsınızsa bu həftə yayımlayacağımız mövzu başlıqları ilə qısaca tanış olaq. Uşaqlarda özünə qiymətləndirmə aşağı olma əlamətləri uşaqların yaşına, xarakterinə və ətraf mühitə görə fərqlənir. Sən bunu etdin, sən bunu niyə etdin? Bu zaman uşaqlar daha çox susqun olurlar. Qorxuların öhdəsindən gəlmək üçün nələrə diqqət etməliyik? Uşaqlarda liftlərə qarşı qorxu eşidib də yarana bilər. Süfrəni düzəltmək belə uşaq üçün kiçik bir oyundur. Ağız boşluğunda çürükləri gördüyünüz andan etibarən diş həkiminə müraciət etmək lazımdır. Cəmi 2 dişi var ağzında. Mən onun nəyin fırçalayım? Yox, elə 2 dişi də fırçalamaq lazımdır. Uşaqlar üçün diş fırçası və yaxud da pastası seçərkən nələrə diqqət etməliyik? Əyləncəyə çevirmək lazımdır ki, bu uşağın diqqətini cəlb eləsin. Uşaq böyüdükcə o əyri dişlərin yerinə təzə düz dişlər çıxacaq. Çənə problemi varsa, heç bir halda dəyişməyəcək. Bugün azyaşlılarda süd dişlərinin müalicəsi və uşaqlar arasında ən çox yayılmış diş problemlərindən danışacağıq. Bugünkü müsahibim Leyla Medical Center'ın stomatoloqu Ulduzə İskəndərovadır. Xoş gördük Ulduzə xanım, necəsiz? Salam, hər vaxtınız xeyir olsun. Çox sağ olun ki, dəyərli vaxtınızdan ayırdınız. Bilirik ki, yorğunsunuz. Çox sağ olun, həmişə xoşdur. Ulduzə xanım, azyaşlılarda süd dişlərinin müalicəsi nə üçün mühümdür? Azyaşlılarda süd dişlərinin müalicəsi çox vacibdir. Ona görə ki, əvvəla sağlam dişlər olduğu zaman uşaqları təbii ki, çeynəmə aktı da normal olacaq və bu da gələcəkdə uşağın inkişafına yəni yaxşı müsbət təsir göstərəcək. İkinci bir tərəfdən müalicə olunmasa, yəni irəliki dövrlərdə süd dişlərinin itirilməsinə gətirib çıxara bilər. Bu da vaxtından tez itirilmiş süd dişləri isə gələcəkdə ortodontik problemlərin, yəni əyri dişlərin və çənə anomaliyalarının yaranmasına səbəb ola bilər. Bu baxımdan biz həmişə valideynlərə tövsiyə edirik ki, 6 aydan bir uşaqları müayinəyə gətirsinlər və ehtiyac olduğu halda müalicələrə davam edək. Elə diş çürüklərindən danışmışkən, ümumiyyətlə kariesin qarşısını necə ala bilərik? Kariesin yaranmaması üçün ilk növbədə təbii ki, uşağın ağız boşluğunda ilk dişi, süd dişini hətta gördüyünüz andan etibarən dişlərinin fırçalanmasına başlanmalıdır. Bəzən valideynlər, analar ən çox qeyd edirlər ki, cəmi 2 dişi var ağzında, mən onun nəyin fırçalayım? Yox, elə 2 dişi də fırçalamaq lazımdır ki, onun üzərində əmələ gələn bakteriyalar artmasın, çoxalmasın və karioz boşluqların yaranmasına səbəb olmasın. Dişlərlə bərabər dilin üzəri də fırçalanmalıdır. Çünki bizim dilimizin üzərində yığılan qida qalıntıları özü belə karioz boşluqlarının əmələ gəlməsinə səbəb ola bilir. Ulduzə xanım, diş fırçalamaq qeyd elədiniz. Ümumiyyətlə biz uşaqlar üçün diş fırçası və yaxud da pastası seçərkən ən çox nələrə diqqət etməliyik? Uşaqlar üçün bilirsiniz ki, müxtəlif firma istehsalı olan diş fırçaları və pastaları təqdim olunur. Burada təbii ki, əsas məsələ diş fırçasının orta yumşaqlıqda olmağı tövsiyə olunur. Nə çox yumşaq, nə də sərt olmasın tövsiyə olunur və diş pastaları isə müxtəlif dadlandırıcı, dadlandırıcıdan istifadə olunaraq uşaqların diqqətini daha çox cəlb eləmək üçün bu cür vasitələrdən istifadə olunur ki, yəni bu çox gözəl haldır ki, uşaqlar dişlərini fırçalaya bilsin. Bəzi uşaqlar da o meyvə dadlarından istifadə edib, yəni yeyə bilirlər. Daha çox onları cəlb eləyir. Məsəl üçün müəyyən fiqurlu diş fırçaları var ki, onlar uşaqlar personajlar falan. Əyləncəli belə deyək də hala çevrilir. Onu əyləncəyə çevirmək lazımdır ki, bu uşağın diqqətini cəlb eləsin. Təbii ki, heç bir uşaq öz xoşu ilə bunu etməyəcək. Bir də onu deyim ki, insan faktoru belədir ki, ən azı 3 gün ərzində eyni şeyi biz davamlı şəkildə eləsək, 6-cı, 4-cü gün buna alışmış oluruq. Reflektor olaraq biz onu eləmək istəyəcəyik. Ona görə də uşaqlara mütləq bunu öyrətmək lazımdır ki, 4-cü gün artıq o tələb edəcək ki, dişlərimi fırçalayaq. Nə gözəl.
Uşaqlarda çox zaman dişlərin üst-üstə çıxması və əyilməsi müşahidə olunur. Ümumiyyətlə bu nəyin nəticəsində yaranır? Dişlərin əhəri dişlər, belə deyim də sizə, yer kürəsində 90% əhali bundan əziyyət çəkir. Bunun cəmi 30%-i professional müalicəyə müraciət edən, yəni hissəsidir. Və bu əhriliklərin səbəbi çoxdur, yəni bir səbəb deyil. Amma əsas səbəblərdən biri uşaqların az yaşlı vaxtlarından bəd vərdişləridir. Yəni yararsız vərdişlər var. Məsəl üçün barmaq sovurmaq, qələmi sovurmaq, əmzikdən uzun müddət istifadə olunması, baxsın uşağın 5-6 yaşı var, hələ də əmzikdən istifadə edir. Bunlar diş əyriyinə səbəb olur. Bəli, bunlar həm diş əyriyinə, həm də çənə dişləmin problemlərinə gəlib çıxarda bilir. Digər tərəfdən bu genetik faktor var. Yəni genetika burada çox böyük rol oynayır. Əgər ailə üzvlərində diş ərliyi və çənə problemi varsa, anomalyaları varsa, təbii ki, bu gələcək nəslə də ötürülə bilər. Digər əsas səbəblərdən biri tənəffüs sisteminin pozğunluğu ilə əlaqəlidir. Yəni uşaq burunla nəfəs ala bilmədiyi halda gecələr yatanda daha rahat hava almağı üçün dilini üst damağa yapışdırmaq məcburiyyətində qalır və bu da getdikcə alt çənənin daha çox inkişaf eləməsinə, önə gəlməsinə səbəb olur. Düz çənənin isə daralmasına. Belə olduğu halda təbii ki, bu hal hətta süd dişlər dövründə belə müşahidə oluna bilir. Sadəcə biz yanaşma tərzimiz təbii ki, fərqli olur pasientlərə qarşı. Həmin bu əyilmələrdə diş telləri, belə deyək, breketlərin qoyulması ümumiyyətlə nə dərəcədə effektli olur? Breket sistemi hər zaman nəticə verir. Əvvəllər təbii ki, bu bir məhdudiyyət var idisə, artıq 12 yaşından 45, hətta 50 yaşına qədər breket sistemindən istifadə oluna bilər. Əgər protokola uyğundursa. Əlbəttə ki, bunu biz breket müalicəsinə başlamamışdan öncə kliniki və əlavə müayinələrdən istifadə edərək dəqiq diaqnoz qoyulur. Ondan sonra növbəti etaplara keçilir. Breket müalicəsinin effektiv müalicəsi nəticəni əldə etmək üçün birinci bu qüsurun yaranma səbəbini araşdırmaq lazımdır. Əgər səbəbi aradan qaldırmadan biz breket müalicəsini davam eləsək, təbii ki, biz həm nəticəni gec əldə edəcəyik və nəticəni hətta əldə eləsək belə breket sistemi söküldükdən sonra geri dönmələri istəyiblər ola bilər. Ona görə də ilk növbədə biz bu qüsuru əmələ gətirən səbəbi aradan qaldırmalıyıq. Ortodontik müalicə dediniz bayaq. Ümumiyyətlə ortodontik müalicə necə aparılır? Ortodontik müalicə təbii ki, birinci ilkin baxışdan başlayır, pasientin ilkin baxışından. Sonra əlavə müayinə metodlarından istifadə edərək diaqnoz qoyulur və pasienti planlı şəkildə müalicəyə qəbul edə bilirik. Bir də son olaraq belə bir sual vurğulayım. Uşaqlarda, kiçik yaşlarda o əyri dişlər qeyd elədiniz bayaq çıxır və valideynlər ümumiyyətlə çox yayılıb bu arasında belə bir fikir var ki, uşaq böyüdükcə o əyri dişlərin yerinə tutaq ki, onlar töküləcək, onların yerinə təzə düz dişlər çıxacaq. Bu nə dərəcədə doğru bir fikirdir? Süd dişlərində olan problem o demək deyil ki, gələcəkdə daimi dişlərdə də ola bilər. Burada hardasa bir balaca həqiqət var. Bəli, var. Amma çənə problemi varsa, dişlən problemi varsa, bu heç bir halda dəyişməyəcək. Əksinə, yaş artdıqca problem də artacaq. Odur ki, biz 6 yaşından 12 yaşına qədər uşaqlara çıxan ortodontik aparatlar tətbiq edirik. Əlbəttə ki, burada artıq həkim pasientdən asılı vəziyyətdə qalır. Çünki onun gəzdirməsi, nəticə almaq üçün müalicənin pasient o aparatı gəzdirməlidir. Uşaqlar da bir çox hallarda bir də görürsünüz ki, ümumiyyətlə aparatı gəzdirmir, itirir, yoxa çıxardır, qırır. Ona görə belə çətindir bu etapı keçmək. Amma 12 yaşından yuxarı bütün pasientlərə breket sistemi tətbiq oluna bilər və bu halda artıq pasient həkimdən asılı olduğuna görə yəni 90% nəticəni yəni həkimə görə almaq olur. Mənim özümdə hal-hazırda belə bir sual yarandı. Breket ümumiyyətlə sümük əyriliyində istifadə olunur, yoxsa diş əyriliyində, belə deyək, çənə sümük əyriliyində, yoxsa diş? Breket sistemi belə deyək də 18 yaşına qədər, əgər 12-dən 18 yaşına qədər tətbiq olunarsa, hətta çənə problemlərində
belə, yəni anomaliyalarda belə nəticə götürə bilər. 18 yaşından yuxarı isə artıq sümük formalaşdığına görə bu biraz çətinlik yaradır. Və də 18 yaşına qədər bir də görə bilərsiniz ki, pasiyentin çox normal dişləmə olub, diş çarası olub, 18 yaşından sonra əyilmələr başlayır. Bu 18-25 yaşı arasında ağıl dişlərinin çıxmağı ilə əlaqəlidir. Əgər bu yaş dövründən sonra ağıl dişi çıxmağa başlayırsa, bu artıq yer olmadığına görə sıxmağa başlayır və dişlərdə əyriliklər meydana gəlir. Çox sağ olun Uluzə xanım, təşəkkür edirik sizə bugünkü faydalı bilgilər üçün, məsləhətləriniz üçün. Son olaraq uşaqların diş problemlərinin irəlidə daha ağırlaşmamaları üçün valideynlərə tövsiyələriniz mütəxəssis kimi nə olardı? Uşaqlarının diş sağlamlığını qorumaq üçün ilk növbədə ev şəraitində təbii ki, birinci bundan başlamaq lazımdır ki, bu mütləqdir. Uşaqların dişlərinin fırçalanmasını nəzarət etməklərini tələb edirəm təbii ki, yəni tələb etməklərini istəyərəm. Bu gündə bir dəfə səhər yox, bu səhər axşam gündə 2 dəfə olmaq şərti ilə əsasda yuxu saatından öncə dişlərin fırçalanıb, yuyulub, yaxalanıb, hətta diş saplarının istifadə olunaraq yəni yatmağa getmələrini tövsiyə edirəm. İkinci bir tərəfdən mütləq həkim müayinəsi lazımdır 6 aydan bir. Yəni gələcəkdə istər ortodontik olsun, istər digər problemlərin olsun, daha da qabarmasını və maddi mənəvi olaraq daha çox əziyyət çəkməməklərini istəyirlərsə, hər bir problemin üzərinə zamanında, vaxtında düşməsini və onu aradan qaldırması tövsiyə olunur. Çox sağ olun, bir daha təşəkkür edirik Uluzə xanım. Bugünkü maraqlıdır rubrikamızda dünya universitetlərindən məzun olan azyaşlı vunderkindlər haqqında danışmaq istəyirik. Eindhoven Texniki Universitetinin 9 yaşlı məzunu olduğu bildirilən Lawrence Simmons adlı uşaq medianın gündəmini zəbt etməyi bacarır. 9 yaşlı wunderkind məzun olmadan universitetdən sənədlərini geri götürür. Dünyada universitetlərdən məzun olan azyaşlı uşaqlar kifayət qədər çoxdur. Kim Ung-yong 1962-ci ildə Koreyada doğulub və dünyanın ən ağıllı insanı kimi Guinnessin rekordlar kitabına düşüb. 4 yaşında universitetdə oxumağa başlayan Koreyalı 15 yaşında Colorado Universitetində müdafiə edib. 6 yaşına qədər fizika fakültəsində qonaq kimi dərslərə qatılıb, 7 yaşında isə NATO tərəfindən Amerika Birləşmiş Ştatlarına dəvət olunub. 1978-ci ildə Koreyaya qayıdaraq yerli universitetlərdən birində dərs deməyə başlayıb. Michael Kevin Kearney. Hazırda 26 yaşı olan Kevin 10 yaşında universitet bitirib. Kevin 4 aylıq ikən danışmağa başlayıb. 6 aylığında sol qulağında problem olduğuna görə həkim yanına aparılır. 10 aylıq olanda oxuyub yazmaq öyrənir. Onun adı universitet bitirəndə ən gənc insan kimi Guinnessin rekordlar kitabına düşür. Bundan əlavə o kim milyonçu olmaq istəyir yarışmasının da qalibi olub. Yarışmanın finalında dosta zəng köməyi ilə istifadə edir. Hamı onun sualın cavabını atasından soruşacağını düşünsə də, o, ata, 1 milyon dolları aldım, evə gəlirəm, deyir. George Smith. 1990-cı ildə doğulan George Smith 2 yaşında yazıb oxumaq öyrənib. 10 yaşında universitetə daxil olub. Smith boş vaxtlarında dünyadakı uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olub. Vaxtilə Bill Clinton, Mikhail Gorbaçovla görüşüb. BMT-də çıxış edib. Bütün bu uğurlarına görə George Smith 4 dəfə Nobel mükafatı laureatı olub. Saul Aaron Kripke. Saul Kripke 4-cü sinifdə riyaziyyat dahisi adını qazanıb. Orta məktəbdə oxuduğu müddətdə Harvard Universitetindən iş təklifi alıb. O, bugün də dünyada yaşayan ən gənc filosofdur. Təbii ki, bu siyahını biraz da uzatmaq olar. Bəs bu uşaqların öz həmyaşıdlarından fərqlənən həyatı gələcəkdə onlar üçün hansı problemlərin yaranmasına gətirib çıxara bilər? Onlar hansısa istiqamətdə xüsusi istedada malik olur və onlarla adətən digər uşaqlardan fərqli formada iş aparılır. Belə uşaqlar mütləq psixoloq nəzarətində olmalıdır. Çünki hər bir insanın intellektual yaşı ilə yanaşı, onun emosional yaşı da olur. Adətən bu cür uşaqlarda intellektual yaş kifayət qədər inkişaf etsə də, emosional yaş yaşıdları ilə uyğun olur. Bu da onların oxuduğu yaxud işlədiyi kollektivdə münasibətlərdə problemlərin yaşanmalarına səbəb olur. Psixoloqların fikrinə görə, intellekti yüksək olan uşaqların emosiyaları kollektivdəki digər yaşda olan insanların emosiyaları ilə üst-üstə düşmür.
Bu, həmin uşaqlarda xroniki yorğunluq, ünsiyyətdə, ətrafla münasibətlərdə problemlərə yol açır. Burada söhbət təkcə Lorenz nümunəsindən getmir. Onların vaxtında aşkar olunması, istedadının vaxtında ortaya çıxarılması və uyğun sosioloji, psixoloji mühitin yaradılması olduqca vacibdir. Uşaqlıq fərdlərin psixoloji inkişafı üçün kritik bir mərhələdir. Çünki bu dövrdə əsas şəxsiyyət xüsusiyyətləri, dəyərləri və davranış nümunələri formalaşmağa başlayır. Amma təəssüf ki, bəzən uşaqlarda psixoloji problemlər yarana bilir. Əsas odur ki, bu cür problemlər erkən aşkarlanıb müalicə olunsun. Valideynlər, müəllimlər və mütəxəssislər uşaqların davranışlarını diqqətlə izləməli və hər hansı bir əlamətdə mütləq hərəkət etməlidirlər. Peşəkar yardım və terapiya uşaqlara psixoloji problemlərin öhdəsindən gəlməyə çox yaxından kömək edə bilər. Unutmaq olmaz ki, uşaqların psixoloji sağlamlığı sağlam gələcəyin təməl daşıyıcısıdır və ona görə də bu problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Növbəti rubrikamızda bu və digər psixoloji problemlərin həllini psixoloqdan soruşduq. Bugün uşaqlarda özünü qiymətləndirmənin əlamətləri və uşaq fobiyaları haqqında danışacağıq. Bugünkü müsahibim Tolerans Psixologiya və Nitq Mərkəzinin uşaq və yeniyetmə psixoloqu Gülnar Mürşidzadədir. Xoş gördük Gülnar xanım, necəsiz? Sağ olun, çox sağ olun. Siz necəsiz? Çox sağ olun, yaxşı. Ümid edirik ki, bugün çox maraqlı mövzulara toxunacağıq və siz tamaşaçılarımızı maraqlandıran suallara ətraflı və dolğun cavablar verəcəksiniz. Gülnar xanım, son zamanlar valideynləri ən çox narahat edən məsələlərdən biri uşaqlarda özünü qiymətləndirmənin aşağı olmasıdır. Ümumiyyətlə, özünü qiymətləndirmənin aşağı olmasının əlamətləri nələrdir? Uşaqlarda özünə qiymətləndirmə aşağı olma əlamətləri uşaqların yaşına, xarakterinə və ətraf mühitə görə fərqlənir. Amma bəzi əsas məqamlar var ki, burada uşaqların özünə inamsızlığı yer tutur. Mən bunu bacarmaram, mən bunu edə bilmərəm kimi ifadələri tez-tez istifadə edirlər. Uşaqlarda məğlubiyyətdən qorxmaqlar olur ki, uğursuzluqdan daha çox qorxurlar və nələrsə edə bilmədikdə daha çox depressiv həyat yaşayırlar və ətrafdakıların təqdirinə ehtiyac duyurlar. İstər ailənin, istər məktəbdə və ya dostların içərisində tərifi daha çox özlərinə çəkmək istəyirlər. Gülnar xanım, ümumiyyətlə uşaqların özünü qiymətləndirməsinin aşağı olması bəzən ailə içindən, daha çox hallarda ailə içindən valideynlərdən də irəli gələ bilir davranışlarından. Ümumiyyətlə uşaqlarda özünü qiymətləndirmənin aşağı olmasının əsas səbəbləri vardır. Bu səbəblərə də aiddir ailə mühiti, valideynlərin bir-birlərinə qarşı münasibəti, valideynlərin uşaqlara qarşı tənqidi, diqqətsizliyi və valideynlərin uşaqlara qarşı münasibəti və sosial münasibətlər də vardır. Məktəbdə olan dostlarının münasibəti və digər dostlara qarşı olan münasibətlərdə rol oynayır. Yəni burada belə deyək, ailə faktoru önəmlidir. Ailə faktoru çox önəmlidir və valideynlərin bir-birinə olan münasibəti də çox önəmlidir. Boşuna deyilməyib ki, xoşbəxt ailə, xoşbəxt uşaq deməkdir. Gülnar xanım, özünü qiymətləndirməsi aşağı olan bir uşaq ümumiyyətlə necə davranır? Biz onun hansı davranışından bilə bilərik ki, bu uşağın özünü qiymətləndirməsi aşağıdır? Özünü qiymətləndirməsi aşağı olan uşaqlar, digər cümləmdə də qeyd etdiyim kimi, mən bunu bacarmaram, mən pisəm, mən bunu edə bilmərəm kimi ifadələri tez-tez istifadə edirlər və belə uşaqlar sosial vəziyyətdən geri qalırlar. İstər məktəb həyatlarında, istər dostlarının əhatəsində əlaqə qura bilmirlər. Məktəb həyatlarında da uğursuz olurlar. Məktəblərdə, tədbirlərdə də iştirak etmirlər və istər imtahan zamanı. Yəni hər bir şeydə özünü biruzə verir bu uşaqların özünü qiymətləndirməsinin aşağı olması. Bəs bu uşaqlarda susqunluq bir vəziyyət olur elə bil. Bəli. Əsasən də özünün qiymətləndirməsi aşağı olan uşaqlarda susqunluq ailədən irəli gəlir. Əgər valideynin diqqətsizliyi və ya valideynin çox diqqəti övladda varsa, o zaman uşaqlar daha çox susqun olurlar. Çox diqqət qeyd elədiniz. Baxın, diqqətsizliyi anladıq, amma çox diqqətə nələr aiddir? Bəli, valideynlərin çox diqqəti dedikdə hər saniyə sən bunu etdin, sən bunu niyə etdin, nə üçün etdin, kiminlə dost oldun, onunla dost olma və bütün nəzarətlərini öz əllərində saxlamaq istəyirlər. Diplomatik valideynlər deyirlər bunlara. Biraz hegemon valideynlər deyə düzdür. Gülnar xanım, uşaqlarda spesifik fobiyalar. Ümumiyyətlə uşaqlarda o spesifik fobiyalara nələr aiddir?
Uşaqlarda spesifik fobiyalar əhəmiyyətli dərəcədə onların həyatına təsir göstərir. Məsələn, bu fobiyalara nələr aiddir? Gündəlik həyatımızda olan heyvanlara qarşı, təbiət hadisələrinə qarşı, məktəbə qarşı, müəllimə qarşı, digər kiçik əşyalara da qarşı ola bilər. Bunu biraz aydınlaşdırım. Məsələn, heyvanlara qarşı əsasən uşaqlarda fobiyalar it, pişik, arı, böcəklərə qarşı olur. Təbiət hadisələrində isə daha çox ildırım, yağışın gür yağması və kiçik əşyalar dedim, bəzən böyük bir stəkandan da belə qorxa bilirlər. Bu daha çox 2-3 yaşlı uşaqlara aiddir. Amma yeniyetmələrə doğru getdikdə isə bunlara imtahan qorxuları, məktəbdə müəllimlərin qorxusu da aiddir. Bəzi uşaqlar var ki, heç məktəbə getmək belə istəmirlər, sinifə daxil olma, o müəllimlə üzləşmə və ya imtahanların yaxınlaşması belə uşaqlara çox pis təsir göstərir. Məsələn, bəzi uşaqlar var ki, indi yetişkinlərdə bilirik də, müəyyən qapalı yerlərdən qorxular falan var. Mən ən çox az yaşlı uşaqlarda rast gəlirəm. Liftdə qorxusu olan uşaqlar var. Bunlar hansı uşaqlardır? Yəni bu qorxuların öhdəsindən necə gələ bilər valideynlər? Bəli, əsasən də kiçik və köhnə binaların liftləri, bağlı məkanlarda qalma uşaqlara daha çox təsir göstərir. Bu da uşaqların 2-3 yaşlı dönəmindən başlayır. Evdə valideyn yemək bişirərkən uşağı tək qoyduğu zamanlarda, onun yanında ola bilmədiyi zamanlardan başlayır ki, uşaqlarda qorxu yarana bilir. Amma liftə doğru, lift qorxusu isə uşaqlarda liftlərin nasaz vəziyyətindən bir dəfə hansısa bir uşaq qalırsa, bəli, uşaqlarda liftlərə qarşı qorxu eşidib də yarana bilər. Kimsə məsələn danışırsa ki, mənim uşağım liftdə qalmışdı, elə çox qorxmuşdu. Amma kiminsə övladı qalmayıb. Onu eşidir və onda yenidən liftə qarşı qorxu yarana bilər. Yarana bilər. Yəni eşidərək də bu hal özünü biruzə verə bilir. Bir valideyn olaraq ümumiyyətlə hansı tədbirləri görə bilərik, hansı önləmləri ala bilərik ki, o qapalı yerlərdən uşağımızın qorxusu minimum dərəcəyə qədər endirə bilək? Qorxuya qarşı daha diqqətli, daha anlayışlı və səbirli olmaq lazımdır. Uşağın qorxusu əgər liftdirsə və ya heyvanlardırsa və bəzən restoranlarda görürük, klona qarşı da qorxular olur. Hətta yüksək musiqilərdən də narahat olan uşaqlar var. Yüksək musiqilərdən də qorxurlar və o qorxunun üzərinə getməməklə. Və uşaqların gözündə bir neçə texnikalarda deyim, uşaqların gözündə qorxunu kiçildərək, o qorxunun real və keçərli olacağını izah edərək, məsələn, uşağın qorxusu heyvanlardan, məsələn, itdirsə, itin şəklini çəkib, onu kəsərək və ya vərəqi yandıraraq da o qorxunu zaman-zaman aşağı salmış ola bilərsiniz. Və digər bir texnika növü isə uşağı əgər iti yenə götürəcək. Əgər uşaq itdən qorxursa, birbaşa it ilə onu üzləşdirmirik. Əvvəlcə it haqqında danışırıq, sonra itin video və şəkillərini göstəririk. Ən son zamanda isə it ilə yəni üzləşdiririk. Bir ünsiyyətini yaratmış oluruq. Və hər zaman valideynlərə tövsiyə edirəm ki, əgər övladınızda qorxu varsa, heç zaman qorxunun üzərinə tam getməyin. Bəzən belə bir miflər də var. Əsasən oğlan uşaqlarına qarşı olur ki, sən oğlansan, yekə kişisən. Sən qorxmaz. Bəli. Sən qorxmalı deyilsən. Sən sabah öz anava dəstək olacaqsan, sabah sən öz bacına baxacaqsan. Sən qorxmalı deyilsən, amma bu tamamilə səhvdir. Səhvdir, yanlışdır. Təbii olaraq yetişkin deyirlər. Bunlar hələ körpədirlər, uşaqdırlar və qavramırlar böyüklərin qavradığı kimi. Və əsasən uşaqlarda qaranlıqda qalma qorxuları da olur. Əsasən də bu daha çox oğlan uşaqlarında olur. Qaranlıqda qorxmaq. Çünki qaranlıqda yatmaq. Bəli. Və işıq yandıraraq yatırlar. Öz təcrübəmdən, öz pasientlərimdən misal çəkəcəm ki, məsələn, qorxu bir aya və ya 2 aya keçirilə bilməz. Yəni o getmir. Bizə bir 4-6 ay zaman lazımdır ki, biz o qorxunu yenə bilək.
Gülnar xanım, uşaqlarda mücərrəd varlıqlardan qorxmaq kimi bir hallar yaşanır. Bu ən çox da telefon və planşetlərə, daha doğrusu oradakı oyunlara, uşaqların dili ilə desə, iqralara məruz qalan uşaqlarda baş verir bu qorxular. Ümumiyyətlə bu qorxuların öhdəsindən gəlmək üçün, bu qorxuları minimuma endirmək üçün valideyn olaraq və mütəxəssis olaraq nələrə diqqət etməliyik? Bəli, biz hər zaman valideynlərə də müraciət edirik ki, uşaqların telefon verilərkən uşaqların telefonuna daha çox nəzarət edin. Və uşaqlar nəzarətsiz qaldıqları zaman reklamlarla qarşılarına çıxa biləcək mücərrəd varlıqlar və ya bəzi oyunlar daha qorxulu olur. Və uşaqlar bu oyunları oynayarkən daha çox həzz alırlar. Və oyunlardan arasında gələn reklamların sayəsində uşaqlarda qorxu da yaranır. Amma o uşaq qorxuya baxmayaraq daha çox oyunu oynayır və gecə enurezə də səbəb olur. Təkcə diksinmələrə yox, gecə alt qaçırtmalarına da səbəb olur, gecə yuxularının pozulmalarına da səbəb olur, ağlayaraq diksinmələrinə də səbəb olur. Ümumiyyətcə bu təkcə qorxusuna deyil, məktəb həyatındakı dərslərin uğursuzluqlarına da səbəb olur. Bizim valideynlərə hər zaman tövsiyəmiz odur ki, uşaqların telefonlarını nəzarətsiz buraxmasınlar. Elə tətbiqlər var ki, uşaqların telefonlarına kod da qoyula bilər və bunları valideyn nəzarət edir. Amma bəzi valideynlər var ki, övladlarını öz başlarından etsinlər deyə və öz rahatlıqlarına görə saatlarla telefon qarşısına qoyurlar. Təəssüf olsun ki, bəli. Mənə elə gəlir ki, bu elə 80% valideynlər əsasən də cavan valideynlər. Cavan valideynlər belədir. Xanımların demək olar ki, 80-90% telefona özləri məruz qalırlar. Gülnar xanım, uşaqlarda qorxuya qarşı həssaslığı artıran amillər nələrdir? Uşaqlarda qorxuya qarşı həssaslığı artıran amillərdən əsası ailə mühitidir. Və bu da əsasən genetik amillərə gedir. Əgər evdə valideynlərdən biri nəyəsə qorxusu və ya fobiyası varsa, bu övlada da keçir. Əgər bir valideyn hörümçəkdən qorxursa, bunu övlada da yansıdır. Və digər tərəfdən isə sosial mühit. Əgər dostlarından kimsə nəyəsə qarşı uşağın qorxusu varsa, uşağın da ona qarşı qorxusu yaranır. Və digər tərəfdən ətrafdakılardan eşitdikləri. Bəzi restoranlarda əyləncə məqsədi ilə gətirilən klonlar olur ki, və ya panda şou olur ki, və digər alov şoular, bunlar da uşaqların qorxmalarına daha çox səbəb olur və ad günlərində uşaqlar birlikdə oynadıkları zaman alov şou görürlər, amma digər onun yanında deyir ki, mənim əlimi yandırıblar və o danışdığını görür. Əslində onun əli yanmayıb, amma o danışdığını eşidir digər dostundan və ona da qarşı, alov şouya qarşı qorxusu yaranır. Qorxusu yaranır, bəli. Gülnar xanım, uşaqlarda qorxu səbəbilə hansı psixoloji simptomlar yarana bilər? Uşaqlarda daha çox psixoloji simptomlardan enrez və kəkələmə daha çox mövcud olur. Amma digər fizioloji cəhətdən isə uşaqlarda davranış pozğunluqları, anksiyete pozğunluqları, ayrılma anksiyetesi pozğunluqları da daha çox olur. Bayaq kəkələmə qeyd elədiniz. Ümumiyyətlə, kəkələmə bəzi uşaqlarda yoldaşlarına baxıb, belə deyək də, onu belə deyək, kopyalamaq kimi deyək. Təqlid edirlər. Təqlid eləmək kimi. Bu daha çox 4-5 yaşlı uşaqlarda olur. Kimisə təqlid etmə. Məktəb yaş dövründə isə bu keçir gedir. Bəli. Gülnar xanım, son olaraq özünü qiymətləndirməsi aşağı olan uşaqlarda fobiyalar yaranan və yaxud da müxtəlif psixoloji vəziyyətlərlə, simptomlarla üz-üzə qalan uşaqların valideynlərinə bir mütəxəssis kimi tövsiyəniz nələr olardı? Biz hər zaman valideynlərə tövsiyə edirik ki, uşaqları ilə birlikdə daha çox vaxt keçirsinlər və uşaqlarını nəzarətsiz buraxmasınlar və kiçik söhbətlər etsinlər. Bu söhbətlərin əsasında hər bir uşaq öz ailəsinə, öz valideynlərinə qarşı daha dürüst olurlar və hər bir xırda bir detalı belə danışaraq müzakirə edirlər. Biz valideynlərə də tövsiyəmiz olur ki, evdə müzakirə saatları etsinlər, ailə saatları etsinlər və o ailə saatlarında daha çox danışıqlar əsasında xırda detallara da toxunsunlar. Yəqin ki, bu uşaqların özünü qiymətləndirməsi
qiymətləndirməsi, özünə dəyər verməsi hisslərini daha da Uşaqlarda yüksək etmiş olur. özgüvənin də irəli getməsinə daha çox səbəb olur. Ailə ilə keçirilən vaxt kimi, yəni dəyərli olması uşaqlarda özgüvənin yuxarı qalxmasına səbəb olur. Gülnar xanım, əslində çox gözəl mövzuya toxundunuz ki, uşaqlarla vaxt keçirmək önəmlidir. Gənc valideynləri ən çox narahat edən mövzulardan birinə toxunmaq istəyirəm. Son sizə sualım var. Bilirik ki, uşaqlarla keçirilən o oyun vaxtı, hətta belə bir misal da var ki, uşaqlar üçün ən gözəl terapiya onlarla oynadığımız oyun vaxtıdır. Amma bu gənc yaşda olan valideynləri, çünki nənələr, babalar çox belə deyək də həvəslə, şövqlə oynaya bilirlər uşaqlarla, nəvələrlə. Amma gənc valideynlər üçün bu bir balaca işgəncə kimi bir şeydir. Çünki 3-5 dəqiqədən sonra işdən yorğun gəlmiş ana və yaxud da ata bu prosesdən yorula bilir. Bir mütəxəssis kimi hansı kiçik oyunları məsləhət görərdiniz ki, uşaqlarla o oyunları oynayaq, həm valideyn sıxılmasın, həm də uşaqlar zövq alsın həmin vaxtdan? Biz hər zaman bildiririk ki, oyun uşaqların həyatının ən gözəl və ən dəyərli hissəsidir. Bəzən valideynlər bizləri səhv başa düşür ki, biz oturub 4-5 saat oyun oynamalıyıq. Xeyr, 15 dəqiqə belə oynanılan oyun uşağı üçün daha çox dəyərlidir. İşdən gəldiyimiz, yorğun olduğumuz zamanda belə mətbəxdə görülən kiçik bir işi siz oyun edə bilərsiniz. Qabları harasa aparmaq, qabları gətirmək, mətbəxdə süfrəni düzəltmək belə uşaq üçün kiçik bir oyundur. Uşağa da kiçik təriflər söyləyərək ona oyunun bir hissəsinə çevirə bilərsiniz. Ailə oyunları daha çox önəmlidir. Əsasən yorğun gənc ailələr üçün biz daha çox məsləhət görürük. Şahmat, puzzle kimi oyunları həm birlikdə beyin inkişafına təsir göstərir, həm də birlikdə udmağı da uşağa göstərə bilirik, öyrətmiş oluruq. Çox sağ olun Gülnar xanım, təşəkkür edirik sizə bugünkü ətraflı müsahibə üçün. Çox xoş oldu bizə. Çox sağ olun, minnətdaram. Beləcə, daha bir faydalı buraxılışımızın sonuna gəlib çatdıq. Övladlarınızın və özünüzün sağlığını mütəxəssislərə etibar edin. Bugünlük sizlərlə sağollaşırıq. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Referans Medical Qrupun baş sponsorluğu ilə Anam bilər bitdi.